Bu sağ tərəfdə 10 dənə telegramma məktub vaxtilə Qarbaçova, SSR Ali Sovetinə, Millətlər Sovetinə, prokuraturaya, xalqımın başına gələn möcüzələr, gələn hadisələrdən göndərilən telegramlardır. Həm Zavod kollektiv adından göndərmişəm, həm şəxsi öz aləmin adından göndərmişəm. Ondan artıq telegrammadır. Sonra 89-cu ildə komendant saatında, Tiqrovun vaxtında tankın qabağına armaturla çıxan oğlanlardanam mən. Sonra 1992-ci ildə könüllü olaraq mən Qarabağ Savaşına qoşulmuşam. Nizami Hərbi Komissarlığında mən komissiyanın üzvüydüm. Bu xalqımın başına gələn dərdləri dözə bilmir, könüllü olaraq 80 nəfərlə mən Qarabağa yollanmışam. Orada da vətənimin yolunda necə lazımda xidmət göstərmişəm. Sonra 93-cü ildə qayıdandan sonra mən vətənimin quruluq işlərinə məşğul olmuşam. Belə ki, körpü tikintilərində, mülki tikintilərdə işləməyə başlamışam, fiziki şəxs kimi. 2007-ci ildə Avtovağzalın Nəqliyyat Nazirinin yanındakı körpüdə işləmişəm. Sonra işləmişəm 2008-ci ildə Avtovağzalda, sonra 2009-cu ildə yenə Avtovağzalda Elton Məmmədovun rəhbərliyi ilə. Orada Ziqan Holding, Ziya Məmmədova məxsus olan holdingin 20-ci əsr şirkətindən Avtovağzalda iş görmüşəm. Sonra oradan məni göndərib öz şəxsi bağına işləməyə, Ucar rayonunun Qazqumlaq kəndinə. Sonra Nərdarandakı bağında işləməyə göndərib. Ümumiyyətlə, həmin o işlərdən 2008-ci ildən bura, 2013-cü ilə qədər Ziya Məmmədova prezident aparatına, Milli Məclisə, insan hüquqlarına 18-dən artıq məktub teleqramı yazmışam ki, 2008-dən bu günə kimi 75 min Amerika Birləşmiş dolları mənə borcu var, bu günü bu günə kimi də vermir. Bununla əlaqədar mən prezident aparatına bu yaxınlarda müraciət etdim. Getdim orada qəbul şöbəsində salamlaşdım və həmin bu sizə göstərdiyim bu plakatı çıxartdım ki, xanım, mənim dərdim böyükdür, bəs budur. Bir də onda gördüm ki, mən mühafizəçilərin əhatəsindəyim. O qadın heç mənim bu plakatım yox, telegram məktubları məhəl qoymamış, qayıtdı ki, mən polkovnikəm, mən heç kimdən qorxmuram, nə bilim, nə. Dedim, ay xanım, qulaq asın da mənə, bəs mən gəlmişəm dərdimi deməyə, bura millətin güvənc yeridir, millətin rəhbəri burada oturur, gəlmişəm mən bura müraciət eləməyə, siz məni niyə belə danışırsınız? Nəyəsə, mühafizəçilər mənə dedilər, təcili tez eləsən plakatını geç. Dedim, plakat deyil, bu sənətlərdir, özdə ki, mən xalqımın yolunda canlı qanlı qoyan oğlanam. Maladeş Azərbaycan qazeti, bu arxa tərəfdə göstərə bilərəm. Bir səfər mənim haqqımda yazıbdır. Bakı qazeti 10 kimi. Sonra o qadın qayıtdı ki, burada sənin heç bir şikayətinə biz qulaq asmırıq. Get Ziya Məmmədovla, Eltonla məsələni orada həll edin. Dedim, bəs burada mən məsələmi sizinlə həll eləmək istəyirəm. Prezident aparatının başqa mən hara gedim. Nəsə, mühafizəçilər məni oradan tərcih göstərdilər. Mən məcbur oldum, çıxdım, gəldim Mərkəzi Seçki Komissiyasına. Gəldim Mərkəzi Seçki Komissiyasına ki, hal qəzab elədi. Mən getdim prezident aparatına, orada məni qəbul eləmədilər. Mən polkovnikəm, mən heç kimdən də qorxmuram. Get hara istəyirsən, şikayət elə, belə deyən yerdə mən hara gedim. İndi gəlmişəm xarici qonaqlarla mən söhbət edeyim. Ki, dərdimi deyim də, mən bu dərdin sahibiyəm, mən prezident aparatında məni qəbul etmirlərsə də. Ziya Məmmədova 6 ildir müraciət eləyirəmsə də, mənə qəbul eləmirsə də, bəs mən kimə gedib deməliyəm? Hətta təsəvvür edin, prezident aparatından, Milli Məclisdən gedən məktuba Ziya Məmmədov məhəl qoymur. Dünən yox, Sırahani olduğumu qəbulda deyir ki, məktublar Ziya Məmmədovun üstündə, stolun üstündədir. Mən başa düşmürəm, bu 6 il bu yazılan məktublar, teleqramalar bunun stolun üstündə nə vaxta kimi qalacaqdır? Bu ilin iyun ayının 19-unda mən Ziya Məmmədovun qəbulunda oldum Şirvan şəhərində. Və ona bildirdim ki, Ziya müəllim,
6 ildir mən sizə müraciət edirəm. Bəs niyə bu işə siz əncam çəkmirsiniz? Mənə dedi, müəllim, narahat olmayın. Mən bu işə tezliklə baxacağam. Ona baxmayaraq, aradan 3 ay keçməyinə baxmayaraq, sonra vurduğum telegram məktublara baxmayaraq Ziya Məmmədən məhəl qoymur. Bəs mən dərdimi kimə deyim, qardaş? Siyx yerim vardı, satmışam, 2 maşınım vardı, satmışam, bu sat uşaqlar nə qədər borcum var. Mən qalmışam belə, mən neyiniyim, dərdimi mən kimə deyim? Ziya Məmmədov heç kimə məhəl qoymur. Bu dünən ayın 2-sində bir nəfər tanış jurnalist qadın var, hörmətli qadındır. Elton Məmmədovun yanına göndərdim, dedim, denən ki, ayıbdır da, bəs mənim ağır xəstəm var, xaricdə müalicə olunur. Bəs mən incitməsin. O gedib Elton Məmmədova deyib ki, bəs belə-belə. Bəs Fəxrəddin özünü tanıyırsan, qapında işləyib, bəs belə oğlandı, elə oğlan. Deyir, o bilmir ki, mənim başım qarışıqdır. Sual verir, başın niyə qarışıqdır? Prezident seçkilərə. Mən başa düşmürəm, bizim hörmətli prezidentimiz, prezidentiyə namizəddir yoxsa Elton Məmmədov. Bu nəyə başı qarışıqdır? Xahiş edirəm, mənim millətimin bir baş bilən mənə cavab versin. Belə olmaz. Elton Məmmədov professor olubdur. Palteyin üstünə laboratoriyaçı, professor olub. Avtovazanın general direktoru, sonra Ucarın deputatı. Bu bir adamın nə qədər vəzifəsi olar? Nə qədər iş olar, nə qədər güc olar? İndi Elton Məmmədov, nə də qardaşı, hətta bu yaxınlarda böyük qardaşı var, Hacı Nərman. Ona müraciət elədim ki, Nərman müəllim, sən özün görmüşsən də, mən orada nətər işləmişəm. Hətta onun özü $1000 pul verdi, mənə ki, fəhlələrinə verir. Dedim, siz özünüz görmüşsünüz, belədir də, məsələ nə yerdədir? Xahiş edirəm, 4 səhifəli məktub yazdım ona, başıma nətər işlər gəlib. Ona baxmayaraq, böyük qardaşı Nərman mənim də məhəl qoymadı. Mən dərdimi kimə deyim, qardaş? Mən müharibə veteranıyam, xalqın yolunda tankın qabağına, armaturuna çıxan oğlanlardanam. Bəs mən dərdimi kimə deyim? Elton Məmmədov uzun müddət Tomskada gizlənib, indi gəlib, deputat olub dünya meydan oxur, mən kimdə oğlanların haqqını toplayır. Buna nə vaxtsa son qoyulacaqmı? Deputat statusu